Əziz bilgələr, bu dəfə sizə ümumi tarix dərslərimizdən izah edəcəyim dərsimiz Birinci Dünya Müharibəsindən sonraki Rusiyanın taleyidir. Əvvəlcə xəritəmizdə Rusiyanın ərazisini göstərir ki, bu dünyada onsuz da ərazisinə görə birinci yerdədir və Avrasiya materiki ərazisinə yerləşir. Həm ərazi olaraq Asiyaya düşən hissəsi var, həm ərazi olaraq Avropaya düşən hissəsi var. Belə Avropanın şərq hissəsinə təsadüf edir Rusiya. Rusiyanı adətən xəritə sualı kimi verəndə, məsələn, xəritəni buradan kəsib verirlər. Uşaqlar həmişə kəsilmiş variantını görür deyə Rusiyanı seçə bilmir. Amma onu belə yadda saxlamaq olar ki, Türkiyənin yuxarı hissəsində olan hissə olur Rusiya. Bunu belə yadda saxlayırsınız. Ümumiyyətlə, Birinci Dünya Müharibəsindən danışanda biz onu deyirik ki, müharibə dövründə Rusiyada inqilab baş vermişdi. 17-ci fevralında baş vermiş inqilabın nəticələri çox önəmlidir. Məsələn, burada 17-ci fevral inqilabını həm də 2-ci Rus inqilabı adlandırırlar və orada qeyd edir ki, bu inqilabın nəticələrində nələr var idi? Mütləqiyyət devrildi, monarxiya devrildi, Romanovlar hakimiyyətdən salındı və iki hakimiyyətlik yarandı, eyni zamanda müvəqqəti hökumət yarandı. Bu 5 dənə, əgər bir şeyin 5 dənə nəticəsi varsa, bunun birini buradan çıxardıb, onun yerinə başqa cümlə salıb test hazırlamaq mümkündür. Məsələn, burada tutaq ki, mütləqiyyət monarxiya ilə Romanovlardan birini çıxardıb yerinə salarlar ki, Rusiyada bolşevik hakimiyyəti quruldu. Bu səhvdir. Çünki fevral inqilabının nəticəsində Rusiyada bolşevik hakimiyyəti yox, müvəqqəti hökumət yaradılmışdı. Bu müvəqqəti hökumətlə savayı Rusiyada ikinci qurumda var idi. Bu qurumda Fəhlə Deputatlar Soveti adlanırdı. Müvəqqəti hökumətin sosial bazasını təşkil edirdi buradakı burjuaziya və zadəganlar. Digər tərəfi isə, yəni Fəhlə Deputatlar Sovetinin tərəfdarları fəhlələr və kəndlilər idi. Və bu tarixdən etibarən biz 17, məsələn, belə bir sual düşə bilər bizə ki, Çar Rusiyasının Birinci Dünya Müharibəsindəki dövrünə aiddir. Siz artıq 17-ci ildən sonraki hadisələri götürməyəsiniz. Yəni 17 fevralına qədər, məsələn, ora götürə bilərsiniz Tannenburg döyüşündə məğlubiyyətə uğraması. Məsələn, ora götürə bilərik ki, sonra Osmanlıla Sarıqamış döyüşünün baş verməsi və bu kimi hadisələri götürə bilərik. Amma 17 fevraldan sonra baş vermiş hadisələr artıq Çar Rusiyasına düşmür. Müvəqqəti hökumət dövrünə düşür. Müvəqqəti hökumətlə nə qərarı alır? Belə qərarı alır ki, müharibəni davam elətdirsin. Amma müvəqqəti hökumətin ona nə ordu gücü var idi, nə kapitalı iqtisadiyyatı var idi ki, müharibəni davam elətdirə bilər. Bunun nəticəsində tada əhalinin narazılığına səbəb olur. Belə bir dövrdə biz hələ ki zaman olaraq danışırıq 1917-ci ildən. Belə bir dövrdə Rusiyada 17-ci ilin avqustunda Karinov adlı bir hərbçi qiyam həyata keçirməyə çalışır. Onun məqsədi əslində bu qiyamın nəticəsində ölkədə hərbi diktatura yaratmaq idi. Amma Karinovun qiyamı uğursuzluqla nəticələnir və bundan sonra artıq ümumiyyətlə bayaq saydığım səbəblərə görə, məsələn, müharibədən çıxa bilmədiklərinə görə, təbliğatları düzgün olmadığına görə həmişə müvəqqəti hökumətin ziyanına işləyirdi proseslər. Və belə bir dövrdə 1917-ci ilin, deyək ki, sentyabrında Rusiya, bax burada ifadələrə fikir vermək lazımdır. Çünki bizi çaşdıracaq məqam çoxdur. Sentyabrın 1-də Rusiya Respublikası elan olunur. 17-ci ilin sentyabrın 1-də. Və bundan çox keçmir əslində. Oktyabr ayında 17-ci ildə bolşeviklər çevriliş edir. Bax, Birinci Dünya Müharibəsi dövründə Rusiyada həm inqilab baş veribdir, həm çevriliş baş veribdir. İnqilabın nəticəsində iki hakimiyyətlikdir, bayaq saydıqlarımdır. Amma bu çevrilişin nəticəsində hakimiyyətə bolşeviklər gəlir, Xalq Komissarlar Soveti yaradılır. Xalq Komissarlar Sovetində sədr olur Lenin, Vladimir Lenin. Bu dövrdə, belə deyək ki, Leninlə digər tərəfin nümayəndələri arasında həmişə rəqabət gedirdi. Məsələn, biz artıq 17-ci ili bitirdik də, 1918-dən danışanda birinci növbədə deyirik ki, orada bolşeviklər nəyin sayəsində öz tərəfdarlarının sayını artıra bilirlər. Birinci növbədə kəndlərə vəd edirlər ki, biz sizə torpaq verəcəyik. Kəndliyə nə lazımdır ki? Ona lazım çörək verən olsun da. İkinci növbədə də deyir ki, bəs biz müharibədən çıxacağıq. Onsuz da bayaq dedik, axı müvəqqəti hökumət müharibəni apara bilmir deyə əhali ondan bezmişdi. Və belə bir anda əhali təbii ki, bolşevikləri dəstəkləyəcəkdi və keçirlər bolşeviklərin tərəfinə. Və bunun nəticəsində, bura bir dənə diqqət edirik, 18-ci ilin martın 3-də Brest-Litovsk müqaviləsini imzalamaqla bu müqaviləyə separat müqavilə deyirik. Niyə? Çünki müharibə dövründə ümumiyyətlə Rusiya belə deyək, Antantanın tərkibində idi. Amma bolşeviklər hakimiyyətə gələndən sonra müttəfiqlərə xəyanət edir, öz müttəfiqlərinə.
və Almaniya və onun tərəfdarlarıyla gizli saziş imzalayır. Bu separat, bölüşdürücü deməkdir. Deməli, Brest-Litovsk müqaviləsini imzalayaraq müharibəni tərk edir, tərəflər arasında müharibəyə son qoyulur və eyni zaman Azərbaycan tarixində də keçmişik əslində biz bunu ki, Osmanlı tərəfdən olan Qars, Batum, Ərdahan vilayətləri Osmanlıya qaytarılmalı idi. Bunun da barədə razılıq əldə olunur. Təbii ki, bu müharibəni tərk eləməsi keçmiş müvəqqəti hökumətin tərəfdarları tərəfindən narazılıqla qarşılanır. Çünki onlar hələ də müharibəni davam elətdirməyin tərəfindəydilər. Və bizə burada nə deyir? Məsəl üçün, burada onu qeyd etmək istəyirəm ki, deyə bilər ki, bizə məsələn Rusiya Respublikası yaxud Sovet Rusiyası bu iki ifadəni versə ki, Brest-Litovsk müqaviləsini imzalayıb tərk edir, bu iki ifadə düzdür. Dediyim, Rusiya Respublikası bir də Sovet Rusiyası. Amma Çar Rusiyası desə səhvdir, SSR desə səhvdir. Bunlara diqqət eləməli. İndi yavaş-yavaş onsuz da hiss etsə, bunların arasındakı fərqi sizə izah edəcəm. Sonra bunun ardınca 1918-1920-ci illərdə tərəflər arasında, yəni bolşeviklərlə keçmiş müvəqqəti hökumətin tərəfdarları arasında bir, belə deyək ki, müharibə olur. Bunu da adlandırırlar vətəndaş müharibəsi və onları Ağ qvardiyaçılar adlandırırlar. Bu bolşeviklərdə qırmızılar adlandırır. Hərəsi terrorundan istifadə edir. Ağ terrordan, digər tərəf isə qırmızı terrordan istifadə edir. Və belə bir dövrdə Rusiyanın konstitusiyası qəbul olunur. Nə zaman qəbul olunur? 1918-də. Baxın, Rusiyanın konstitusiyası 1918-dədir. SSR-nin konstitusiyası demirəm, Rusiyanın konstitusiyası deyirəm. Buna bir dənə diqqət eləmək lazımdır. Və bu konstitusiyada nə deyilir? Heç nə, gəlirəm yalandan fırlanam, qayıdıram tala. Bu konstitusiyada ondan danışır ki, Rusiya RSFSR adlanır. Yəni, Rusiya Sovet Federativ Respublikası adlanır. Sosialist Respublikası dənəsi qalmışdı orada. Sosialist Respublikası adlanır və hakimiyyət o əsası proletariat diktaturası adlanır. Bu nə deməkdir? Proletariat deyəndə kəndliləri, fəhlələri, əhalinin aşağı təbəqəsini nəzərdə tuturdu. Və onların güya hakimiyyəti bərqərar olur Rusiyada və onların adından idarə eləməyə başlayırlar. Bu dövrdə Konstitusiya 18-ci ildə idi, onu qeyd elədim. İndi artıq biz Rusiyanın daxili məsələlərindən söhbət eləməyə başlayırıq. Birinci növbədə nəyə qeyd edirik? Biz Rusiyada bu həmin vətəndaş müharibəsi dövründə həyata keçirdiyi hərbi kommunizm siyasətindən söhbət edirik. Əslində Azərbaycan tarixindən də, Azərbaycan SSR dərsini keçəndə də orada hərbi kommunizm siyasətindən söhbət edirik. Və bu hərbi kommunizm siyasətinin məğzi nə idi? Belə ki, vətəndaş müharibəsi dövründə həyata keçirilmişdi. Rusiya bütün təsərrüfat sahələrinə dövlət nəzarəti tətbiq edirdi. Dövlət tərəfindən inhisara alınırdı. İnhisar bir nəzarətə götürülmək deməkdir, loru dilində desək. Və eyni zamanda əhalidən ərzaq sapalağı adlanan vergi alınmağa başladı və bu hərbi kommunizm siyasətinin nəticəsində vətəndaş müharibəsi qırmızılar üçün uğurla başa çatdı. Yəni, Lenin və onun tərəfdarları qalib gəldilər. Və bundan sonra hərbi kommunizm siyasətini mən qısa olaraq bir analiz eləsək, tarix olaraq, məsələn, bunu götürə bilərik, dövründən götürə bilərik də, vətəndaş müharibəsi dövründən. Tutaq ki, 1918-dən 1921-ci ilə qədər götürmək olar. Bu tarixlərdə vətəndaş müharibəsinin gedişində hərbi kommunizm siyasəti tətbiq olunubdur. İkinci isə yeni iqtisadi siyasətdir, qısa olaraq onu YIS yazırıq. Bunu 1921-dən 1925-ə qədər götürürük. Yeni iqtisadi siyasətdə nə idi məsələ? Ümumiyyətlə, bu Azərbaycan tarixində də eyni şeyi təşkil edir. Biz deyirik ki, Ruslar taxılı müsadirə edirlər, bütün taxıl əhalidən alınıb dövlətə keçməli haqqında qərar verilir. Bunun nəticəsində də artıq əhali yoxsullaşmağa başlayırlar. Belə olanda Ruslar qərar verir ki, bu yeni iqtisadi siyasətdə biraz bunlara müstəqillik verək, əllərində qalan taxılları sata bilsinlər, bunun nəticəsində özlərində işə həvəs yaransın. Və eyni zamanda ərzaq sapalağı ərzaq vergisi ilə əvəz olunur. Müəssisələrin azad ticarətinə icazə verilir. Müştərək müəssisələr, müştərək yəni şəriklik. Yəni yarısı dövlətin olsun, yarısı sahibkarın özünün olsun, bu mənadadır. Müştərək müəssisələr yaradılır və bu yeni iqtisadi siyasət həqiqətən də Rusiya iqtisadiyyatına müsbət təsir edir. Mən hələ də Rusiya deyirəm, SSR ifadəsi bunun birinci yarısında səhvdir. Məsələn, bizə deyə bilər ki, SSR tarixinə aid deyil. Yeni iqtisadi siyasətin tətbiq olunması bəli, aid deyil. Çünki bu 21-də tətbiq edilibdir, SSR 22-dən etibarən götürülür. Amma yeni iqtisadi siyasətin həyata keçirilməsi ifadəsi aiddir. Niyə? Çünki 22-25 aralığı illərdə yeni iqtisadi siyasət olubdur.
Onu deyirdim ki, bunun nəticəsində Rusiya inkişaf eləyir, amma bu inkişaf da dövlətə çox da sərf eləmir. Çünki avtomatik demokratikləşmə və digər məsələlər ortaya girir deyə bir dənə də dəyişiklik edirlər. Bu dəyişiklik olur. Əslində bunu ümumiləşdirib adlandırırlar sosialist yenidən qurma. İndi mən onun bir hissəsi olan sənayeləşməni danışıram. Bu sosialist yenidən qurmanın özü 3 mərhələdən ibarətdir. Biri sənayeləşdirmədir, biri kollektivləşmədir, bir də mədəni sahədə quruculuq. Birinci söhbət edirik sənayeləşmə hissəsindən. Sənayeləşmə hissəsini biz Rusiyada götürürük 25-ci ildə. Artıq mən burada sənayeləşmənin başlamasından söhbət edəndə SSR-i deyə bilirəm. Artıq SSR-i deyə bilirəm. Bu 1925-dən başlayıb, deyək ki, 39-a qədər, məsələn, belə qeyd edək. Çünki 5 illik planlar əsasında 4 dəfə 5 illik plan həyata keçirilmişdi. 30-cu illərin sonuna qədər sənayeləşdirmə həyata keçirildi. Sənayeləşdirmənin nəticəsində Rusiya aqrar ölkədən güclü sənaye ölkəsinə çevrilmişdi. Bu çox önəmli bir tədbirdir. Bunu mütləq qeyd etmək lazımdır. Sənayeləşmənin nəticəsində eyni zamanda sənayeləşmə ilə bərabər kollektivləşmə də həyata keçirilmişdi. Kollektivləşmənin əsas belə deyim, hədəfi olaraq qolçomaq sinfinin ləğv edilməsi nəzərdə tutulmuşdu. Bütün torpaqların dövlət nəzarətində, kolxozlarda və savxozlarda, kolxoz kollektiv birləşmə, savxoz sovet birləşməsi mənasında işlənir. Burada birləşdirilməsi nəzərdə tutulurdu və belə olduqda artıq kəndlilər asılı bir varlığa çevrilirdilər. Özləri müstəqil qərar vermək, iş görmək kimi bir imkanları yox idi. Belə olduğu dövrdə bir də 1932-ci ildə vətəndaşlara pasport verilməsi haqqında qərar verilir. Amma kimlərə pasport verilmir desə, deyirik ki, kəndlərə. Niyə kəndlərə pasport verilmir? Çünki onlar fikirləşir ki, biz kəndlərə pasport versək, kəndli buradan çıxıb gedəcək şəhərə. Belə olanda da kəndlər qalır boş, kənd təsərrüfatı çökür. Ona görə kəndlini bir yerə təhkim eləyirlər. Onlara şəhərə getməyə qadağan eləyirlər ki, o kənd təsərrüfatı öz yerində qalsın. Bu da ta 50-ci illərin sonuna qədər Xruşovun dövründə, növbəti dərslərdə ondan danışacağıq. Xruşovun dövründə bu siyasət dövrünə qədər bu siyasət davam eləmişdi. Sənayeləşmədən danışdım. Bir də mədəni quruculuqdan danışırıq ki, bu mədəni quruculuğun əsas məqsədi o idi ki, özlərinə sərf eləyən sədaqətli kadrlar yetişdirsinlər. Bir də burada bir problemli məsələ bunların repressiyalar həyata keçirməyidir. Çünki ümumiyyətlə Lenin ölümündən sonra Sovet dönəmində hələ SSR demirik. Birinci katib vəzifəsinə, yəni başçı, XKS-nin başçısı vəzifəsinə, Xalq Komissarlar Soveti sədri vəzifəsinə Stalin gəlir. Stalin dövründə o öz rəqiblərini aradan götürmək üçün bu repressiyaları başladır. Təbii ki, repressiyaların ilk dalğasında elə keçmiş bolşeviklər gedirlər, kommunistlər. Bu Azərbaycan tarixində də eyni şəkildə olur, digər Sovet bölgələrində də eyni şəkildə davam edir. Ümumilikdə belə deyə bilərəm ki, repressiyaların nəticəsində ölkədə ciddi dəyişikliklər baş verir. Həm bu dəyişiklikləri sosial-iqtisadi, həm də siyasi ayırma olar. Məsələn, sosial-iqtisadi deyə bilərik ki, fəhlə kəndli ziyalı təbəqəsi qalır, qalan bütün təbəqələr aradan qaldırılır. Ziyalı təbəqəsi özlərinə sərf edən ziyalılar qalır, qalan ziyalı təbəqəsi aradan qaldırılır. Siyasi olaraq da tək hakimiyyətlilik, totalitar rejim, totalitar nə deməkdir? Dövlətin bütün sahələrə nəzarət eləməsi totalitar adlanır. Total bütöv deməkdir də, tam mənasında işlənir. Dövlət bütün sahələrə nəzarət edirsə, bu totalitar rejim adlanır. Bu da onun siyasi nəticəsi olur. Və belə deyək ki, kollektivləşmə ilə də bitdi. İndi keçirəm mən SSR-dən danışmağa. Ümumiyyətlə, bayaq qeyd elədiyim kimi, dərsin bir hissəsini Sovet Rusiyası, bir hissəsini isə SSR adlandırırıq. İndi keçirik ki, SSR hissəsinə. Bu SSR hissəsindən söhbət edəndə deyir ki, 1922-ci ildə keçmiş Çar Rusiyasının ərazisində olan torpaqların əksəriyyətində, ölkələrin əksəriyyətində bolşeviklər hakimiyyətə gələ bilmişdilər. Bir də bizim belə dövlət. Məsələn, Azərbaycanda bolşeviklər hakimiyyətə gəlir, Azərbaycan SSR yaradırlar. Və 22-ci ilin dekabrında birinci Cənub Qafqaz dövlətlərini ZSFSR-də birləşdirirlər. Dekabrın 30-da isə Sovetlər qurultayı keçirilir və bu qurultayda SSR yaranır. İndi bizə SSR-nin yaranma ilini necə götürərik desə, deyəcək ki, 1922-dən 1991-ci ilə qədər davam eləmişdi SSR. SSR sözün mənası nədir? Sovet Sosialist Respublikalar İttifaqı. Bir neçə respublikanın birləşməsindən yaranmışdı. İlk yarandığı dönəmdə neçə dənə respublikadan ibarət idisə, deyəsiz 4 dənə respublikadan. Biri ZSFSR idi, bu Cənub Qafqaz ölkələrini əhatə edirdi. Biri Sovet Rusiyası, bunu yaxud RSR adlandırırlar. Biri Belarusiya, bir də Ukrayna SSR. Bu dördü birləşib yaratmışlar
Və burada bayaq bir ifadəyə dedim, fikir verək. Mən bayaq deyəndə dedim ki, Rusiyanın iç konstitusiyası qəbul olunub 1918-ci ildə. Amma burada deyirik ki, SSR-nin iç konstitusiyası nə zaman qəbul olundu? Deyir ki, 1924-cü ildə. Rusiyanın konstitusiyası 18-dir. SSR-nin konstitusiyası 24-cü ildədir. Və keçən dərsimizdə, keçən izahlarda əslində bu barədə danışmışdım. İndi bir ümumiləşdirmədə həyata keçirim ki, Rusiyada SSR-də konstitusiyanın qəbul edildiyi ildə həm də Türkiyədə konstitusiya qəbul edilmişdir. Bu, eyni ildə baş vermiş hadisə kimi düşə bilər. Həm eyni ildə baş vermiş digər hadisə Dauvest planının qəbul edilməyidir. Bunda gələn növbəti dərs beynəlxalq münasibətlər dərsindən söhbət edəndə bir daha üstünə gələcək həmin mövzunun. Rusiyanın növbəti konstitusiyası qəbul olunur. Onu qalib gəlmiş sosializm konstitusiyası da adlandırırlar, həm də Stalin konstitusiyası da adlandırırlar. Bu da qəbul olunubdu 36-cı ildə. Heç nə, 3-cü konstitusiyada da bu ZSFSR ləğv olunur. Qafqaz dövlətləri özləri ayrı-ayrılıqda Rusiyanın SSR-nin tərkibinə daxil olurlar. Və bu Rusiyanın 2-ci konstitusiyası bu qədər idi. Bu Rusiyanın daxili tədbirləri idi ümumiyyətlə. SSR-nin daha doğrusu, SSR-nin daxili tədbirləri idi. Bir də burada SSR-də xarici siyasətə yer veririk. Xarici siyasətdə birinci deyirik ki, 20-ci illərdə, hələ biz yenə danışmağa başlayanda qayıdıb Rusiyadan, Sovet Rusiyası ifadəsindən danışırıq. Orada o ikiləməni də nəzərə almaq lazım. Məsələn, birinci növbədə deyir ki, xarici siyasətdə Britaniya ilə ticarət müqaviləsi imzalayır. Köhnə kitabda 1921 verildi 10 ilin, təzə kitabda 10 ilini çıxardıblar. Eləcə yazır ki, Britaniya ilə müqavilə imzalayır. Təzə kitabda yeni əlavə var. 1921-ci ildə Əfqanistanla, İranla, Türkiyə ilə müqavilə imzalayır. Bu çox önəmlidir. Bu müqavilənin özü şeyə düşmür, SSR-yə düşmür. Çünki 21-ci ildə imzalanıbdır. Onun ardınca SSR-nin fəaliyyətindən danışır ki, 33-cü ildə, bilirəm təzə kitabda da deyirəm. Onun ardınca deyir ki, 33-cü ildə ABŞ-la diplomatik münasibətlər qurulur. 34-cü ildə Millətlər Cəmiyyətinə qəbul olur. 39-da Millətlər Cəmiyyətindən çıxacaq. Bunun növbəti dərsdə ətraflı söhbət eləyəcəyik. Bir də 39-cu ildə köhnə kitabda Xalqın qol döyüşü yazılırdı. Təzə kitabda Xalqın qol sözünü çıxardıblar. Onun yerinə yazıblar ki, Monqolistan ərazisindən Yaponiyanı çıxardır. Və bir də belə bir dövrdə 30-cu illərdə Stalin Avropa dövlətlərinə müraciət edir ki, gəlin dünyanı faşist təhlükəsindən qoruyaq. Yəni, öz üzərinə Avropanın təhlükəsini təmin etmək missiyasını götürməyə çalışır. Görür ki, Avropa dövlətlərindən bunun zənginə cavab verən olmur. Amma da zəngərlər, baxırsan ora kim zəng edir? Baxırlar ki, Stalin zəng edib, açmırlar zəngi. Stalin də uşaq deyil ki, bu bilir ki, bundan oynayırlar. Deyir, baxışın bilirsiniz nə var? Siz mənim zəngimə cavab vermişsiniz, mən də Hitlerlə danışıram. Yığır Hitlerə 39-cu ilin avqustunda Almaniya ilə Rusiya arasında o imzalayan nümayəndələrin, Xarici İşlər Nazirlərinin adı ilə bağlı olaraq Molotov və Ribbentrop paktı imzalanır. Molotov-Ribbentrop paktı 2-ci Dünya müharibəsinə düşmür. Növbəti dərslərdə bundan söhbət edəcəyik. Molotov-Ribbentrop paktına görə isə Avropa bölüşdürülür, nüfuz dairəsinə bölüşdürülür. Polşanın özü də iki hissəyə bölüşdürülür. Polşanın deyək ki, qərb hissəsi düşür Almaniyanın payına, şərq hissəsi düşür SSR-in payına. Bir də heç nə, bayaq dediyim ifadə, bir-birlərinə hücum etməmək haqqında bir-birlərinə razılıq verirlər. Bir də Avropanın özünü ikiyə bölürlər. Nüfuz dairələrini ki, bura mənimdir, bura mənim, bura mənim. İndi bizdə 9 may tarixində o günləri lap özündə bayram eləyirdilər ki, bəs faşizm üzərində qalib gəlmişik, belə eləmişik, elə eləmişik. Bu insanlar əslində xəbərsizdirlər ki, bu bəhbəhlə danışdıqları dövlətin özü faşistlər onun üzərinə hücum eləyənə qədər müttəfiq olublar. Necə? Müttəfiq olublar faşistlərlə. Stalin Hitlerlə müttəfiq idi. Ta ki, Hitler 41-ci ilin iyununda SSR üzərinə hücum elədi, oldular düşmən. O tarixə qədər bunlar bir-birlərinə müttəfiq idilər. Sadəcə yalandan faşizmi pisləməyə, istəyirsən elə deyərdin ki, bəs pislədiyin bir şeylə niyə özün münasibət yaradırsan? Və bu da sizin SSR dərsiniz. Çox asandır. Nətər il səncə? Orta. İndi soruşanda görə nətərdir? Əsas soruşandadır. Vidalaşaq. Əziz abituriyentlər, bundan da sizin SSR dərsiniz başa çatdı. Növbəti dərsimiz beynəlxalq münasibətlər və 2-ci Dünya müharibəsi olacaq. Artıq yeni dərsliyə əsasında gəlib bu diyarlara çatırıq. Bir həftə sonra da sizin imtahanınızdır. Bir həftə sonra göz yaşı və qanla qarşınızda olmaq ümidi ilə özünüzə yaxşı baxın.